Salam əziz 10-cu sinif şagirdləri. 18 yanvar 2026-cı il Güvən nəşrlərinin növbəti buraxılış sınağı Azərbaycan dilinin izahını verəcəm. Mən Tehran Səfərəliyev və izaha keçməmişdən öncə ilk növbədə nə edirik? 1. Kanala abunə oluruq. Abunə olmaq. 2. Videonu bəyənmək. Bəyənmək. Və 3. Şərh bölməsində öz fikirlərini və suallarını bildirmək. Və biz başlayırıq sualların izahı ilə. Nümunə ilə bağlı yanlış fikir soruşur. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə doğru yağış da çilənmişdi. Deməli, təsriflənən feillər hər ikisi keçmiş zamandadır. Çəkilmiş, burada bəli keçmiş zamandadır. Burada da çilənmişdi, bu da keçmiş zamandadır. Bu doğrudur. Həm təsriflənən, həm təsriflənməyən feil var. Üstünə çökən təsriflənməyən var. İlk isim çıxışlı halda bu axşamdan sözü isim deyil, zərfdir. Əsas nitq hissələrinə yalnız say və əvəzlik yoxdur. Məsələn, mən burada sifət də görmürəm, ona görə 4-də səhvdir, cavabımız E variantı. O əvəzindən sonra vergül qoyula bilər. Deməli, o evə qayıtmayacağını qərarı alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. O, sol tərəfdəki təpədə də qaraltılar gördü, özünü bayaqçından daha çox itirdi. Cavabımız oldu 2 və 4 C variantı. Nümunədəki feillərin hansı qrammatik məna növündə olduğunu müəyyənləşdirək. Atasının daxili bir ağrıdan qovrulan məlum növdə. Adamlar kimi məhəccərə söykənib, söykənmək, özü söykənir, qayıdış növdə, qayıdış. Biraz büzüşdüyünü hiss etdi, məlum növdə, büzüşmək. Bu da qarşılıq bir gəliş növü oxşasa da, amma məlum növdədir. Deməli, yalnız məlum və qayıdış növ cavabımız A-dır. Eyni dərəcədə olan 2 dənə sifət işlənibdir bizdən. Oğlunun onu qoca vaxtlarında qara damın altında tək qoyub şəhərə gedəcəyindən qorxurdu. Adi dərəcədə D-dır. Deməli, düzəltmə söz işlənməyibdir. Məsələn, burada quş kimi atılıb, atmaqdan atılmaq burada var. Məsələn, burada qoxulu sözü, deməli, qoxudan qoxulu, burada sakitləşmək, burada dərinlik, amma B variantında yoxdur. Mənaca bir-birinə ziddiyyət təşkil edən sözlər işlənibdir. Əvvəllər heç vaxt bu barədə danışmağa məqam yaranmamışdı, sonra da həvəs olmamışdı. Bir-biri ilə ziddiyyət təşkil edir. D variantı. Etimadsızlıq. Etimadsızlıq. Deməli, buna baxasıyıq. Fonetik xüsusiyyətlə bağlı yanlış qarşılığı olmayan bir samit işlənibdir. M-nın qarşılığı yoxdur, düzdür, bu doğrudur. Qapalı incə sait uzun tələffüz olunur. Etimad, qapalı deyil, səhvdir. 2. Kar cingitili samit cütlüyü var. Deməli, baxıb görəm, burada D, T var, burada da Z, S var, düzdür. Yazılışı və tələffüzü 2 məqamda fərqlənir. 3 məqamda fərqlənir. Burada D, T-yə çevrilib, L, D-yə, Q, da X-yə. Səhvdir 2 və 4, o da Y variantı. Altına xətt çəkilən sözlər adlı halda deyil. Haradansa atılan tüfəng səsi bizi qorxutdu. Mənsubiyyətə görə dəyişibdir, adlı haldadır. Səhəngin altı ilə buzu sındırıb su götürdülər. Səhəngin altı ilə buzu sındırıb nəyi təsirli haldadır. Ürəyində onun dünyanın işlərindən yəli haldadır. Kəndin qara damları, kəndin damları mənsubiyyətdir, adlı haldadır. Adlı halda deyil deyirsə 1 və 3'dür. Cavabımız oldu B variantı. Cədvələ əsasən düzgün fikirlər. Xeyli məhsullar, xeylidən sonra gələn isimlər təkdə işlənər. Bu yanlışdır. 10-cu mərtəbələr sıra sayından sonra gələn isim təkdə də ola bilər, cəmdə də ola bilər. 2-ni götürəcəm. Az meşələr olmaz. Azdan sonra gələn isim təkdə olar. Deməli, 3 də yanlışdır. Bir çox sənədlər olmalıdır. Bir sıra və bir çoxdan sonra gələn isimlər cəmdə olacaq. 5 quyular təkdə olmalı idi. Deməli, 5-i də götürəcəm. Bunlar olmalı idi. Çox idmançılar doğrudur. Çox idmançı da doğrudur. 6-da problem yoxdur. Cavabımız oldu 2, 4 və 5. Hansı cümlədə icbar növdə olan feil işlənmişdir? Burada da məsələn yazır qonaq tüfəngini küncə qoydurduqdan sonra qoymaq,
Qoydurmaq. İcbar növü soruşdu da bizdən. Hə, qoydurduqdan sonra tüfəngi özü qoymayıb, kiməsə işi gördürüb də, ona görə C variantıdır. Bəlkə də burada YSC çaşdırıb da oğlunu seminariyada oxutduğu illər. Oxutdurduğu olsaydı, hə, burada əlavə T-dan sonra bir dur da olsaydı icbar olardı. Amma burada məlum növdədir. Ona görə cavabımız C variantı olacaq. Mətnlə biz tanışıq. Təhlükə mətni ilə tanış olmayanlar videonu dayandıraraq deməli, videonu dayandıraraq suallara cavab verə bilər. Deməli, 41-ci sual, 37-ci sualda nədən danışır? Tamamlaya bilməz deyir klasteri. Deməli, Qara Məhəmməd problemləri sülhlə həll etməyə üstünlük verir, səhvdir. Tarixi ənənələrə həssas yanaşır, səhvdir. Əmsini razı salmaq üçün köhnə bir hadisəni xatırladır, bəli. Qızın atasını, o bir vaxt səni deyir, ölümün ağzından alıb. İnsanlar arasında ayrı seçkilik qoymur, bəli, qoymur. Onun üçün fərqi yoxdur. Aşağı təbəqə oldu, yuxarı təbəqə oldu. O məsələn onun oğlu aşağı təbəqənin, kasıb təbəqənin bir qızını istəyirdi. Hakimiyyətə təmsil olmaq niyyətindədir. Zaten hakimiyyətdə idi. Ona görə 1 2 5 burada uyğun deyil. Mətnə görə məqsəddir. Məqsəd odur ki, savaşı udub deməli, soyları vahid dövlət ətrafına birləşdirmək mətnə görə məqsəddir. Cədvəldəki düzgün fikirləri tabe olmaq elə itaət etmək deməkdir. Boyun əymək, bu doğru. Hədələmək qorxutmaqdır, amma təhdid etmək bunun məcazi qarşılığı deyil, bu həqiqi mənadadır. Öhdəsindən gəlmək, bacarmaq elə gücü çatmaq deməkdir. Cavabımız oldu 1 və 3. Mətnə görə yanlışdır, nə yanlışdır? Qara Məhəmməd Sultan Hüseyin hücumu xəbərindən əmsi qədər narahat deyil, doğrudur. Bayram Xoca'nın qardaşı oğlu Qara Məhəmmədi Ərkiş hakimi təyin etdiyinə görə peşmanlıq duyur, belə bir məsələ yoxdur. Bayram Xoca'ya görə Hüseynin bu dəfəki hücumu daha təhlükəli olacaq. Nə bilim mən, Qara Məhəmməd əmisinə qızın atası ilə bağlı başqa məlumat da deyir. Qara Məhəmmədin oğlunun evlilik istəyinin altında ancaq saf hisslər dayanır. Bəli, bu da doğrudur. Bayram Xoca'nın xasiyyətindəki müsbət cəhət nədir? Qəzəblənsə də tez yumuşalır, ədalətlidir. Bəs mənfi xüsusiyyət nədir? Təkəbbürlüdür. İnsanları siniflərə bölür. Cavabımız 1-3 B variantı. Bayram Xoca'nın Sultan Hüseyin hücumuna münasibəti, Qara Məhəmmədin münasibəti. Münasibəti nədir? Bu, deməli, Bayram Xoca Sultan Hüseyin hücumunu ciddi hesab edir. Ciddi hesab edir. Yəni, başqa sözlə ciddi yanaşır. Onun hücumuna ciddi yanaşır. Yanaşır. Üstəgəl Qara Məhəmməd isə qeyri-ciddi yanaşır. Qeyri-ciddi yanaşır. Yanaşır. Üstəgəl Qara Məhəmməd Sultan Hüseynin hücumunu sadəcə olaraq belə deyək ki, boş-boşuna guruldayıb, yağış tökmədən ötüşən buluda bənzədir. Lakin Bayram Xoca isə kəşfiyyatçılarının ona gətirdiyi xəbərə əsaslanaraq iddia edir ki, Sultan Hüseynin qoşunları yoldadır, birbaşa üstlərinə gəlir və hətta sayları da xeyli çoxdur. Ona görə ciddiyə alır. Bu kimi fikirləri yazmısansa doğrudur. Bayram Xoca Qara Məhəmməddən narazı qalır. Çünki o bir qalanı başsız qoyub gəlmişdi. Deməli, qalanı başsız qoyub gəlmişdir. İkincisi, Qara Məhəmməd əmisinin sözlərini qeyri-ciddi qəbul edirdi. Bu ikinci məsələ. Və bir də üçüncü məsələ nə olacaq? Üçüncü məsələdə hansı ki Qara Məhəmməd deyir ki, bəs mən istəyirəm oğlum sən və sənin nökərin Qara Yusifi evləndirim. Bayram Xoca daha da əsəbləşir və bir də bu məsələdən əsəbləşir də. Yəni deyir, keçi can ayında qəssab piy axtarır məsələsi. Mən nəyin narahatlığını çəkirəm, sən nəyin belə deyək də peşindəsən türklər demişkən. Aha. Deməli, biz bura klasserə nə yazasıyıq? Qeyd etdiyim kimi, birinci qalanı başsız qoyub gəlib, ona görə ondan narazı qalır. Bir, qalanı başsız qoyub, deməli, başsız qoyduğu üçün, daha sonra Bayram Xocanın, deməli, onun münasibətinə, onu lap qısa yazaq, əmsinin sözlərini ciddi qəbul etmir. Onu bu şəkildə qısa yazaq. Deməli, əmisinin sözlərini qeyri-ciddi qəbul edir.
Bir də bir də deməli Sultan Hüseynin hücum təhlükəsi gözlənildiyi halda bu deməli oğlunu evləndirmək, deməli onu da bu şəkildə yazaq ki, hücum olacağı halda deməli Qara Məhəmməd deməli oğlunu evləndirmək istəyini bildirəndə qısa yazdım. Deməli Qara Məhəmməddən narazı qalır. 1. Qalanı başsız qoyduğu üçün narazı qalır. 2. Qara Məhəmməd əmisi Bayram Xocanın sözlərini qeyri-ciddi qəbul etdiyi üçün və 3. Deməli Sultan Hüseyin hücum edir, döyüş ərəfəsidir. Amma Qara Məhəmməd oğlunu evləndirmək istədiyini bildirməsi. Bu da təbii ki, Bayram Xocanın narazılığına səbəb olur. Mətnə əsasən nöqtələrin yerinə uyğun fikir yazasıyıq biz. Bir də qızın atasını sən lap yaxşı tanıyırsan. Çox yaxşı, çox kişi adamdır və s. Ora tanıyırsan yaza bilərik. Tanıyırsan, nə bilim, xatırlayırsan, bu kimi fikirlər. Təsvir olunan hadisələr Qaraqoyunlu qəbilə birləşməsinin daxili münasibətləri barədə hansı məlumatları verir? O məlumatlar verir ki, deməli pərakəndəlik məsələsi var idi burada. Bir dənə onu tapaq. Bir dəqiqə o hissəni tapaq biz burada. Deməli, Bayram Xocaya görə Sultan Hüseynlə savaşın nəticəsi onlar üçün çox önəmlidir. Çünki savaşı udsalar yerli cəmaata qaynayıb qarışmış dağınıq soydaşlarımızı bir dövlətdə birləşdirməyə başlaya bilərik. İndi pərakəndəlikdir. Deməli, bir pərakəndəlikdir. 1. Qəbilə birləşmələrindəki daxili münasibətlərdə pərakəndəlik var. Bir də yerli, deməli, necə dedi onu? Yerli cəmaatla qaynayıb qarışdığı üçün qısa yazıram. Vahid dövlətdə birləşməyiblər. Bir də bunu. Mətnə əsasən Qara Məhəmməd nəyə görə əmisinin təhlükə haqqında xəbərdarlığını deməli ciddi hesab etmir? Nəyə görə ciddi hesab etmir? Çünki burada qeyd olunur ki, bir dəqiqə. Çünki Qara Məhəmməd deyir ki, deməli o Sultan Hüseyni boş-boşuna guruldayıb, yağış tökmədən ötüşən buluda bənzədir. Çünki ona görə də əmisinin sözlərini ciddi qəbul etmir. Çünki belə yazırsan. Çünki o, yəni Qara Məhəmməd Sultan Hüseyni boş-boşuna guruldayıb, yağış tökmədən ötüşən buluda bənzədirdi. Ona görə həmin cümləni götürüb oraya yazırsan, bitir bu işlər. Daha sonra izah olunmayan sirlər mətni. Kim tanış olmayıbsa videonu dayandıraraq mətnlə tanış ola bilər. Mətnin neçənci abzasında məzmuna uyğun olmayan cümlə işlənib deyir. Deməli, harda idi o cümlə? Bir dənə ona tapaq. Tələsmirik. Deməli, bu hissələrdir, bu cümlədir. Deməli, afirmasiya müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəl şuurunda tələb edilən obrazın psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılmasıdır. Bax, bu cümlə elmi cümlədir. Mətnin məzmununa da uyğun gəlmir və bu da deməli 1-ci abzas, 2-ci abzas və 3-cü abzasındadır. Ona görə cavabımız B olacaq. Doğru, yanlış ehtimal. İnsanlar ünsiyyət zamanı genetik material mübadiləsi aparır. Bu doğrudur. Çünki ünsiyyət zamanı genetik deməli materiya mübadiləsi də materiya hisslərinin mübadiləsi aparır. Bu var. Levitasiya hadisəsi müxtəlif alimlərin marağına səbəb olan fenomendir. Bu doğrudur.
Sonra qeyri-adi fenomen deyə mətnin girişində vermişlər. Burada bax, levitasiya, telekinez, gələcəyi görmək yazıb ki, burada tədqiqatçıların belə deyək də son vaxtlar güman etmələridir ki, bu fenomenlər genetik təbiətlidir. Tədqiqatçıların burada münasibəti var, marağı var. Yanlışdır. Qeyri-adi fenomen fərqli yaş kateqoriyasına aid insanlarda ola bilər. Bu fikir olaraq doğrudur. Məsələn, bax burada o bir uşaq ki var, bu qeyri-adi bir uşaq idi. Bu hər adamda bu belə deyək də bu situasiya, bu xarakter, bu keyfiyyət olmur. Bu var. Alimlər insan orqanizmindəki bütün genlərin genetik informasiya ötürdüyünü deyil. Xeyr. Bax burada məsələn Sovet fizioloqu deyir ki, insan orqanizmində susmuş genlər var ki, heç vaxt genetik informasiya ötürməyə xidmət etmir. Ona görə bu fikir yanlışdır. Bunu da götürəcəm. İnsanların qeyri-adi bacarıqları genetika ilə əlaqəlidir. Əlbəttə ki, alimlərin o fikirləri də elmi bir əsası yoxdur. Güman edilir ki, bu qeyri-adi bacarıqları onların genetikası ilə əlaqəlidir. Monqolistanda levitasiya ilə məşğul olanlar bu spesifik xüsusiyyəti adi bir şey sayırlar. Bəli, mətndə var idi ki, bax onlar təəccüblüdür ki, bu spesifik xüsusiyyət onların özü üçün adi bir şey sayılır. Ona görə cavabımız bu deməli doğru fikirdir. Cavabımız oldu 1, 2, 4, 5. Harda var? D-da. Mətndə bundan danışılmır. Pasiv genlərin xarakterinin müəyyən şəraitdə dəyişməsi. Bundan danışılır. Bax deyə burada yazır ki, pasiv genlər müəyyən şəraitdə aktivləşirlər. Bu var. İnsanların özünü daha əvvəl olmadığı yerə aid hiss etməsi. Bu var. Keçmiş xatirələrin insan həyatına buraxdığı mənfi təsirlər yoxdur. Yoqaya başlamaq üçün tələb olunan bacarıq yoxdur. Uşaqlıq xatirələrin genetik yaddaşda həmişəlik qalması bu da yoxdur. 3, 4, 5 C variantı. Hansı izah mətndə altına xətt çəkilmiş heç bir sözə aid deyil? Baxaq görək. Birinci bunları silmək lazımdır. Bax burada məsələn təsis etmək, qurmaqdır. Mətləb, məsələ, ondan sonra funksiya və analiz sözləri var burada. Funksiya deyək ki, vəzifədir, analiz təhlildir, amma spesifik özəl deməkdir də, özünə məxsusluq. Qeyri-adi ilə bağlı heç nə yoxdur. Cavabımız oldu 50-də A variantı. Və burada mətnə əsasən uyğunluq, məsələn, bax burada elə 2C-dır. Çünki bax burada nədən danışdı? Sovet fizioloqu, baxın burada. Sovet fizioloqu susmuş genlər haqqında danışır ki, onların funksiyası bizim həyatımızda baş verici hadisələri kodlaşdırır. O da deməli C-də veribdir bax, kodlaşdırmaq. 2-də C yalnız B variantındadır. Ona görə cavabımız B olacaq. İkinci abzasa əsasən qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amili var burada. Bəli, ikinci abzasda bax burada yazır ki, Monqolistandan gələn Robert Stuart tədqiqatçı. Təbii ki, burada bir o rahibin belə deyək də 3 metr hündürlüyə qalxıb 5 dəqiqə ərzində bu vəziyyətdə qalması, sonra yavaş-yavaş aşağı enməsinin şahidi olur və tədqiqatçıya maraqlı gələn bu mətləb barədə suallara isə rahiblər cavab verməkdən imtina ediblər. Yazırıq ki, deməli tədqiqatçıya maraqlı gələn, bax bu şəkildə. Tədqiqatçıya maraqlı gələn, deməli maraqlı gələn bu məsələ barədə suallara, deməli bu hadisə barədə suallar, bu maraqlı gələn bu məsələ yazaq. Bu məsələ barədə suallara rahiblər cavab verməyiblər. Rahiblər cavab verməyiblər. Bu şəkildə. Sxemi tamamlayaq. Dərnəyin yaradılması bütün kütlələr üçün əlçatan idi. Xeyr. Çünki orada tədqiqat alimləri, bax alimlər və jurnalistlər istisna olmaqla deyir. O ABŞ-da olan Yoga Uçma Klubu adında bir dərnək ki var idi. Ora alimlər və jurnalistlər istisna olmaqla, bax belə yazıram, əsaslandırıram. Çünki həmin dərnəyə alimlər və qısa yazacağım jurnalistlər istisna olmaqla digər kütlə üçün əlçatan idi. Qısa bu şəkildə. Mətndən nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayaq. Hardadır? Hə, dünyada çox sirlər var ki, elm hələ də məsələn bu sirləri çözməz, bu nə bilim sirləri çözə bilməyib.
bilməyib, nə bilim bu sirləri çözməkdə aciz qalıb. Bu kimi fikirlər. Hansı fikir mətndə ziddiyyət təşkil edir? Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Elmin gücü yıxar bürcü. Aha. Mətndə ziddiyyət təşkil edir. Aha. Deməli, mətnlə ziddiyyət təşkil edir, dedi. Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Məsələn, bu mətnlə ziddiyyət təşkil etmir. Çünki o Monqolistanda, deməli, Monqolistanda idi, səhv etmirəmsə. Monqolistana gələn İngilis tədqiqatçı Robert görüşlərindən heyrətlənir və hətta bu barədə suallar verir. Yəni bilmir də, bilməmək eyib deyil ki, amma öyrənməmək eyibdir. O sual verir, soruşur rahiblərdən, amma onlar cavab verməkdən imtina edirlər. Burada bizim uyğun gələcək fikir ikinci fikirdir. Niyə? Elmin gücü yıxar bürcü nə demək? Yəni burada bürc sözü məcazi mənada da, yəni qala, əlçatmaz hesab edilən güc mənasını ifadə edir də, düzdürmü? Yəni nə deməkdir? Elm belə deyək də, hər cür gücdən, mövqedən, məqamdan üstün olduğu bildirilir də. Yəni bu atalar sözün mənası budur. Başqa sözlə elm ən möhkəm görünən maneələri belə aradan qaldıra bilər. Nə bilim, cahillik və savadsızlıq qarşısında elm qalib gəlir. Nə bilim, güc, vəzifə var, dövlət keçicidir, elm isə qalıcıdır, sarsıdıcı qüvvədir və s. bu mənaları ifadə edir. Amma biz mətnə görə görmədik ki, deyək ki, məsələn, bax, o uzağı görmə olsun, gələcəkdən xəbər vermə olsun, telekinez olsun, nə bilim levitasiya olsun. Bu kimi anlayışları elm sübut etsin ki, yox, burada bir fırıldaq var. O rahib 3 metrliyə fırıldaqla qalxır. Nə bilim və s. və ilə axır, yaxud da ki, bir əşyanı düşüncələrlə hərəkətə gətirmək, levitasiya. Yəni bu bir fırıldaqdır. Elm bunu sübut edə bilmir. Çünki yazırıq ki, burada mətnə əsasən biz seçiminizi əsaslandırasıyıq. Çünki elm, elə bax, ən birinci cümləni yazanda olur. Çünki elm, deməli, məsələn, fikri oxumaq qabiliyyəti, gələcəyə görmək, telekinez, levitasiya kimi o, belə deyək də, fenomenləri, məsələn, hələ çözə bilməyibdir. Belə bir fikir yazırıq. Elm, çünki elm dünyadakı bir çox sirləri hələ də çözə bilməyibdir. Qutardı getdi bu şəkildə. Mətnə görə levitasiya nədir? Bax, mətnə görə soruşur. Mətnə, ümumiyyətlə levitasiya, belə deyək də, hər hansı bir obyektin yerlə təmasda olmadan öz ağırlığı altında havada qalmasıdır, yəni süzülməsidir. Bu onun, belə deyək də, bir elmi izahıdır. Mətnə görə bəs levitasiya nədir? Görək onu harada veribdir. Deyə bax burada, mətnə görə levitasiya, deməli, mətnə görə levitasiya düz və hərəkətsiz dayanaraq hündürlüyə qalxma, düz və hərəkətsiz dayanaraq, bax, düz və hərəkətsiz dayanaraq, hündürlüyə qalxma və bir neçə dəqiqə, nə bilim, bu vəziyyətdə qalıb, daha sonra enməkdir. Bitdi, bu qədər. Əziz izləyicilər, inanıram ki, kanalıma abunə olub, videonu da bəyənmisiniz. Şərh bölməsində də öz fikirlərinizi mütləq şəkildə yazmısınız. Sağ olun, növbəti izahlarda görüşənə qədər.